Salam, hər vaxtınız xeyir. EP House-un dəyərli üzvləri. Hər birinizi salamlayıram. Xoş gördünüz bugünkü görüşdə. Bildiyiniz kimi EP House olaraq bir çox görüşlərə imza atırıq. Bir çox təlimlər təşkil edirik və bu təlimlərin hamısı sayılıb seçilənlərdən olmuşdur. İndi isə Soyuq Günəş filminin ssenari müəllifi, bəstəkarı, eyni zamanda prodüser Sədaqət xanım Kərimovadır qonağımız. Sədaqət xanım, xoş gördük sizləri. Hoş gördük sizi. Bu onlayn görüşdə iştirak edən bütün dostlarımızı salamlayıram. Soyuq Günəş filminə tamaşa edən, onunla bağlı rəylərini bildirən bütün izləyicilərə minnətdarlığımı bildirmək istəyirəm. Qürur verici haldır ki, film bir neçə ay ərzində milyonlarla insanın diqqətini cəlb edib, ləzgicə, Azərbaycanca, Rusca onun variantlarına artıq 7 milyona yaxın izləyici tamaşa edib. Təkcə Azərbaycanda, Rusiyada yox, dünyanın demək olar ki, bütün ölkələrində tamaşa etməkdə davam edirlər. Tamaşaçıların bir arzusunu da biz nəzərə almışıq. Mənə dönə-dönə yazırdılar və xahiş edirdilər ki, İngilis dilində subtitrlərlə filmi YouTube-da yerləşdirək. Artıq subtitrlər tərcümə olunub. Bu yaxınlarda onları da yerləşdirəcəyik. Fürsətdən istifadə edib Soyuq Günəş filminin bütün yaradıcı heyətini, bütün böyük komandamızı buradan salamlayıram və onlara xoş istirahətlər arzu edirəm. Burada Günay Qasım qızı var. İstərdim ki, onun sualını dinləyək. Axşamınız xeyir olsun. İndi şad oluram ki, yəni ən azından onlaynda olsa mən sizi görürəm və o filmin demək olar ki, bəlkə bir neçə dəfə baxmışam. Yəni hələ də baxmaq fikrindəyəm. Çox uzatmadan sualımı vermək istəyirəm ki, filmin əvvəlində qeyd olunmuşdu ki, həyatdan götürülüb. Yəqin ki, siz ssenarini yazmamışdan qabaq, öncədən siz həmin qəhrəmanlarla ya ünsiyyətdə olmusunuz, yəni ki, bu hekayəni kimdənsə dinləmişsiniz. Yəni bu iştirakçılar, gerçək həyatda həmin insanlar yəni hələ də var, yoxsa yoxdur? Onu soruşmaq istəyirəm. Mən bu əsəri 1998-ci ildə qələmə almışam. Sonra onu mən Samur qəzetində çap eləmişəm. Və çox böyük bir oxucu marağı ilə rastlaşmışam o vaxt. Əsəri hissələrlə çap eləmişəm 4 nömrədə. Tanışlarım zəng elirdi ki, sən bilirsən cəmaət necə maraqla bu əsəri oxuyur. Mən bu böyük marağı gördüm və mən ürəyimdən belə bir fikir keçdi ki, bunu teatrlardan birində tamaşaya qoymaq olar. Təəssüf ki, bu arzum həyata keçmədi. Sualınızın ikinci hissəsinə cavab verim ki, əsər həyatdan götürülüb. Belə yarğunatlar həyatda çoxdur. Mənim jurnalist taleyim mənə imkan verib ki, yarğunatın taleyini yaşamış onlarca qadınla şəxsən tanış olum. Yarğunat ümumiyyətlə ümumiləşdirilmiş bir obrazdır. Müharibə qurbanlarından biridir yarğunat. Amma əsərin yaranmasının bir çox maraqlı bir tarixçəsi var. Mənim tələbə dostum var, Əli Şamil. Adlı sanlı yazıcıdır. İndi də qrupa qoşulub. Mən çox sevinirəm. Salamlayıram Əli Şamili buradan. Mənim yadımdadır ki, mən Azərbaycan qəzetində şöbə müdürü işləyirdim. O bir gün gəldi mənim yanıma ki, təsəvvür edirsən, mən Türkiyədə idim. Mən orada təsadüfən Ləzgiyə adını eşitdim və bu ad mənim qulağımı çaldı ki, Türkiyə hara, Ləzgiyə adı hara. Mən həmin ailə ilə tanış oldum və mənə maraqlı bir əhvalat danışdılar ki, burada bir Qafqazlı hərbi əsir yaşayıb Türkiyədə və onun həyat əhvalatını danışdılar. Və biz sonra onların qohum əqrabalarını tapdıq, onları bir-birinə qovuşdurduq. Həmin ərəfədə mənə məlumat verdilər ki, mənim öz doğma kəndimdə eynən elə bir hadisə baş verib və bu hadisəni mənə danışdılar. Mən təsəvvür edirsiniz, bir həftə özümə gələ bilmədim. İliklərimə qədər sarsıtdı bu hadisə və mən onu qələmə aldım, piyes halında. Piyesi yaza-yaza da onun musiqilərini də başladım bəstələməyə. Və qərara gəldim ki, bu musiqili piyes olmalıdır. Mən mütləq onu səhnəyə qoymalıyam.
2001-ci ildə həmin əsəri Soyuq Günəş adı ilə ləzgi dilində çap etdirdim və oxuculara çatdırdım. Demək istəyirəm ki, həmin qəhrəmanların heç biri həyatda deyil. Görün, nə qədər illər keçib. Müharibənin bitməyindən 70 ildən artıq. Amma o cür qəhrəmanlar indinin özündə bizim həyatımızda var. Onu mən şərhlərdə oxuyuram, kövrəlirəm. Mənə hər 3 məktubdan birində mənə yazılır ki, Qarabağ müharibəsi o qədər yarğunatlar qoydu ki, mənə elə gəlir ki, biz yan yörəmizdəki yarğunatlara diqqətimizi yönəltməliyik. Mənim əsas məqsədim də elə bu. Təşəkkür edirəm ətraflı cavab verdiyiniz üçün. Çox sağ olun. Buyurun Nərgiz xanım, sizi dinləyirik. Salam Sədaqət xanım. Sizinlə tanış olmaq həqiqətən çox böyük bir şans oldu bizim üçün. Çox məmnun olduq bu görüşdən. Mən sizə belə bir sual ünvanlamaq istəmişdim. Mən beynimdə kinonun sonu tam fərqli bir qurmuşdum. Yəni artıq öz beynimdə canlandırmışdım ki, yəni Yarmət nə olursa olsun, yenə də öz sevgilisinin yanına gələcək və onlar birləşəcəklər deyə qurmuşdum. Mənə çox maraqlıdır. Yəni niyə Yarmət elə təsvir olundu? Ümumiyyətlə bu sualı mənə hər iki şərhdən birində verirlər. Əslində Yarmətlə Yarğunat vəfada, etibarda, sədaqətdə eyni səviyyədə gedirlər. Gəlin baxaq görək, doğrudanmı Yarmət vəfasızlıq edib? Yarmət filmdə gənclik çılğınlığı ilə, bəzən tərsliklə sona qədər Yarğunata qovuşmaq üçün çalışır. Amma adət-ənənələr ona imkan vermir. Ləzgi adətlərinə görə toy günündə kiminsə o evə gəlməsi bütün əxlaq normalarına, adətlərə zidd idi. Lakin Yarmətin o boyda məhəbbəti bu addımı atmağa onu məcbur elədi. O toy keçirilən həyətə gəldi və oradan qışqırır ki, Yarğunat, sən nə edirsən? Sən mənim anamın gəlini olmalıydın. Təsəvvür edirsiniz, Yarmət nə əlindən gəldisə elədi. Və araya müharibə düşdü. Və müharibəyə gedəndə Yarmət bilirdi ki, Yarğunat Osmanın kəbinli arvadıdır. Adət-ənənələr var. Heç kəsin ağlına gələ bilməzdi. Nə Yarmətin, nə kənd cəmaatının ki, bütün adət-ənənələrə rəğmən Yarğunat öz mühəbbəti uğrunda son ana qədər vuruşacaq. Bundan amma Yarmətin xəbəri yoxdur. Yarmət müharibəyə yollanır. Yadınızdadsa filmdə Mədinənin, onun həyat yoldaşının söhbətini veririk biz. O söhbətdə bir hərbiəsirin Türkiyədəki kəndlərinə gəlməyindən söhbət gedir. Cavanlar o faktlara o qədər əhəmiyyət verməyiblər. Amma yaşlı insanlar, o cümlədən orta nəslin adamları əsir sözünün arxasında nələrin gizləndiyini çox gözəl bilirlər. Bilirsiniz, SSR-nin 2 milyon hərbi əsiri olub. O əsirlər ki, onlar vətənə qayıdıb müharibədən sonra. Sovet qanunlarına görə əsir düşmək cinayət hesab olunurdu. Və əgər hərbi düşərgədə olmuşsansa, sən satqınsan. O damğa səni həmişə həyatın boyu müşahidə edəcək. Ona görə əsirlər geri də qayıda bilmirdi. SSR-də onları ya həbs cəzası gözləyirdi, ya da həmin damğa. Onları koloniyalara göndərirdilər, ömürlük həbs cəzası var idi. Bundan çəkinən hərbi əsirlər Avropa ölkələrinə sığınmışdı. Yeganə bir ölkə var idi, o vaxt heç bir ittifaqa qoşulmamışdı, bloklara qoşulmamışdı, İsveçrə. Və əsirlərin çoxu ora pənah aparırdı. Bizim Yarmətimiz də İsveçrədə özünə sığıncaq tapır. 1949-cu ilə kimi İsveçrədə yaşayır. 49-cu ildə Türkiyə hökuməti elan edir ki, mən 2000 əsiri öz ölkəmdə qəbul edə bilərəm. Bizim Yarmət də Türkiyədə uzaq bir kəndə pənah gətirir. Və kənd cəmaatı neçə il onun tütək səsi ilə yatır, oyanır. Və hamı başa düşür ki, bu qərib öz yurdunun həsrətində olan bir adamdır. Stalinin ölümünə qədər hərbi əsirlərə geriyə qayıtmaq izni verilməmişdi. Yalnız Stalinin ölümündən sonra tədricən başladı buzlar əriməyə və əsirlər qayıtmağa başladılar. Mədinənin söhbətini xatırlayaq. Çox qızlar vurulmuşdu Yarmətə. Mən də onlardan biri kimi. Amma o bir neçə il evlənməyi heç ağlına da gətirmədi. Mən burada bir haşiyə çıxacağım. Biz filmin yaradıcı heyəti bilə-bilə bəzi intizarlı anlar saxlamışıq.
Sizin bildiyiniz kimi filmin ikinci hissəsi çəkilməlidir və ikinci hissə bizim qəhrəmanımızın Türkiyədəki həyatına aiddir. Nəyə görə qayıda bilmir? Gənc bizim tamaşaçılarımıza bir şeyi xatırlatmaq istəyirəm ki, əsirlər məktublar yazırdılar. Sadəcə əsirlərin məktubları Sovet İttifaqında məhv edilirdi. Sahiblərinə qaytarılmırdı. Ona görə Yarməti vəfasızlıqda, etibarsızlıqda qınamaq düzgün deyil. O necə vəfasız ola bilərdi ki, öz övladına ana dilini, ləzgi dilini öyrədir. Öz övladına yarğunat mahnısını sevdirir. İnşallah gələcək filmimizdə biz Yarmətin nə cür vəfalı insan olduğunu, onun necə sədaqətli insan olduğunu görə biləcəyik. Gəlin ikinci tərəfə qayıdaq. Niyə o yarğunatı qoyub qayıtdı? Axı, Yarmət kəndə gələndə xarici ölkə vətəndaşıdır. O vizası qutaran günü Türkiyəyə qayıtmalı idi və Türkiyədə onu axıl həyat yoldaşı gözləyir. Təsəvvür edirsinizmi? 3 övlad atasıdır və qızı ilə Yarğunatın yanına gəlib. Digər tərəfdən o cür vüqarlı, o cür qürurlu Yarğunat buna izin verə bilərdimi? Bunları biz özümüzün ürək süzgəcimizdən keçirməliyik. Bunlara mənəviyyat çərçivəsində baxmalıyıq. Yarmət təbiətən vəfalı insandır və həyat onu məcbur edir, o evlənir. Bəli, hər şeyin səbəbkarı müharibədir. Müharibə belə ağrılar, belə acılar gətirir. Müharibə sındırılmış talelərdir, yarımçıq qalmış talelərdir. Çox sağ olun, təşəkkür edirəm. İstərdim ki, növbəti sualı Fərəcli Mahizər xanım versin. Salam, öncəliklə Sədaqət xanım, sizi burada görməyimizə çox şadam. Sizcə insanları bu filmə çəkən nədir, maraq doğuran nədir? Məni həmişə insanların mənəvi dünyası, iç dünyası maraqlandırıb. Ələxüsus, bax, indi bu qloballaşan dünyamızda insanların bir-birindən uzaqlaşdığı, xüsusilə pandemiyanın zərbəsi altında biz insanlar o qədər qapanmışıq öz-özümüzə, biz qapanmışıq öz balaca dünyalarımıza, böyük dünyamızı yaddan çıxarmışıq. Mən insanların mənlə təmiz olduğu, daha saf olduğu, daha sadə olduğu 40-cı illəri yada salmaq istəmişəm. Siz fikir vermişsinizsə, kəndlərdə çəpərlər yoxdur, hasarlar yoxdur, dəmir darvazalar yoxdur. İnsanlar sadə geyiniblər. Ünsiyyət daha sadədir. Süfrələri naz-nemətlə dolu deyil, amma ürəkləri çox zəngindir. İnsanların diqqətini həmin dövrə niyə cəlb etmişəm? Biz indi insanlar bir-birimizlə necə əlaqə saxlayırıq telefonlarla? Daş barılar ucaldırıq, dəmir darvazalar qaldırırıq. Evimizə qonaqlar nadir hallarda gəlir. Bir qonşu o bir qonşu ilə təmas qurmaq üçün telefonla zəng çalır. Amma vaxt var idi ki, çəpər olardı, amma qapısı da olardı qonşu evinə keçmək üçün. Tamam ayrı idi. İnsanlar qaba deyildi. İnsanlar indiki kimi əsəbi deyildi. Mal, dövlət hərisliyi bu qədər insanlara sirayət eləməmişdi. İnsanlar daha çox mənəvi zənginliyə can atırdılar, kitab oxumağa, saflaşmağa, ünsiyyətə. İndi bizim mənəviyyatımızda təəssüf ki, qəribə çatlar əmələ gəlməyə başlayıb və bu çatlar get-gedə daha da dərinləşir. Və bu bizim üçün, bizim hamımız üçün, cəmiyyət üçün bir həyəcan siqnalıdır. Fikir verirsiniz ki, adamlar daha zəngin yaşadıqca daha çox təcrid olunmağa başlayırlar. Halbuki insan ünsiyyətsiz, insan dostluqsuz, məhəbbətsiz, sevgisiz yaşaya bilməz. Cəmiyyəti yaşadan məhz bu insani dəyərlərdir. Çox sağ olun Sədaqət xanım. Siz sağ olun, gözəl sualınıza görə. İndi isə Sənubər xanımdadır söz. Buyurun Sənubər xanım, sizi dinləyirik. Salam, axşamınız xeyir olsun. Sədaqət xanım, salamlayıram. Çox sevindim, çox xoş oldu sizinlə görüş. Maraqlanıram ki, bu ləzgilər haqqında olan
bundan əlavə başqa rəvayətlər olacaqmı? Belə filmlər çəkiləcəkmi? Yəni bu haqqda maraqlanmaq istədim. Təşəkkür edirəm gözəl sualınıza görə. Əvvəla mən deyim, nəyə görə filmin ikinci hissəsinin çəkilişləri dayanıb, daha doğrusu niyə başlaya bilmirik? Maddi çətinliklər ucbatından biz çəkilişlərə başlaya bilmirik. Biz istəyirik Türkiyədə reallaşdıraq layihəmizi. Amma bu da bilirsiniz, kiçik büdcə deyil. Mən ümidvaram ki, bizə kömək eləyənlər olacaq. Mən bu birinci filmi çəkmək üçün uzun illər boyu çalışmışam. Yəni ora vəsait yığmışam. Hamı nəyəsə daş qaşa, nəyəsə pul yığanda mən də filmə pul yığmışam və qohum əqrəba da mənə baxıb gülürdü həmişə ki, sən nə ilə məşğulsan, sən özünə bir ev al. Türkiyədə bu filmi çəkmək mənim üçün o qədər asan da olmayacaq. Dəstək olmasa, onu reallaşdırmaq mənim üçün çox çətin olacaq. Digər sualınız ki, belə layihələr ləzgilərin həyatı ilə bağlı. Siz mənim YouTube kanalıma daxil olsanız, orada 2 qısa metrajlı film var ləzgilərlə bağlı. Biri Mahi Dilbərdir, qısa metrajlı bədii filmdir. Biri də dil haqqında balladı. Amma bu yaxınlarda böyük bir layihəni həyata keçirmişik. İlk dəfə olaraq uşaqlar üçün böyük bir film ərsəyə gətirmişik. Onun montaj işləri artıq qurtarıb. 1 saat yarımlıq bədii filmdir. Ləzgi dilində çəkilib və Azərbaycan dilində subtitrlərlə 200-dən artıq uşaqla bərabər biz bu layihəni həyata keçirdik. Olduqca istedadlı uşaqları biz aşkar etdik. Qusar rayonunda 5-ci sinif, 9-cu və 10-cu siniflərdən biz çoxlu uşaqlar seçmişdik. Mən onların istedadlarına heyran oldum və əminəm ki, gələcəkdə bu uşaqlardan tanınmış aktyorlar çıxacaq. O cümlədən bizə yerli əhali çox böyük kömək etdi. O yaşlı insanlar arasında da olduqca istedadlı insanlar gördük. Bu filmimiz ümumiyyətlə xal layihəsi adlanır. Burada heç bir peşəkar aktyor çəkilməyib. Yalnız xalqın nümayəndələri ilə biz olduqca maraqlı bir layihə həyata keçirmişik. İnşallah bu yaxınlarda siz onu izləyəcəksiniz. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Xoş oldu. Çatdan bir maraqlı sual gəldi. Yazıblar ki, salam, təşəkkür edirəm bu filmi üçün. Çox möhtəşəm oldu. Bu filmə görə neçə gün və ya neçə ay, neçə il sərf etdiniz ümumi? Mən əsəri 98-ci ildə qələmə alan gündən fikrimdən keçirdi ki, bir film çəkiləydi. Bilirsiniz, filmin imkanları çoxdur. Kitabı hər kəs oxumur. Siz bilirsiniz. Film elədi ki, ona birdən-birə milyonlar tamaşa edir. Və o film vasitəsilə sən ürək sözlərini daha rahat çatdıra bilirsən. Həmişə arzulamışam. Və son illər isə məni tanıyanlar yəqin bilirlər və mənim müsahibələrim olub. Demək olar ki, Azərbaycanın bütün televiziya kanalları mənim filmlə bağlı hazırlıq işlərim haqqında reportajlar veriblər, mənimlə müsahibələr veriblər. Son illər ən azı bir 10 müsahibə vermişdim ki, mən film çəkilişlərinə hazırlaşıram, layihəmizi həyata keçirməyə başlamışam. Bir arada da fikirləşirdim ki, heç olmaz bir həvəskar film çəkim. Amma sonra bu fikrimdən daşındım. Bizdən ağıllıdır Avropalılar, işi iş bilənə tapşırır bunlar. Aktiv hazırlıqlar film çəkilişinə 3 il getdi. Rejissor axtarışı, castinglər, obyekt axtarışları və nəhayət biz 2018-ci ildə filmin çəkilişlərinə başladıq. Və montaj işləri də bir xeyli uzun aylar çəkdi. Bəxtimizdən pandemiya düşdü araya. Nizami Kinoteatrında onun premyerası keçirilməli idi. Biz çox ciddi halda bütün bizim yaradıcı heyət premyeraya hazırlaşırdı. Hamı paltarlar tikdirmişdi. Çox gözəl bir proqram tutulmuşdu. Biz posterlər sifariş eləmişdik. Dəvətnamələr paylanmışdı artıq və pandemiya düşdü araya. Gözləyirdik ki, indi keçər, sonra keçər. Gördük, yox, keçmir. Məcbur olduq YouTube'da filmi yerləşdirdik.
ilk dəfə ləzgi dilində və 1 milyon izləyici ona baxandan sonra Azərbaycan dilində yerləşdirdik və yenə də milyonu haqlayan kimi biz rus dilində onu YouTube-da yerləşdirdik. Sədaqət xanım, sizə belə bir sual yönləndirmək istərdim. Hələ də ləzgi xalqında elə adət-ənənələr qorunub saxlanılırmı? Misal üçün, toy mərasimi, dem adlanır bizdə. Bizim üçün o çox önəmli bir adətdir. Yemək, içmək məclisindən ayrıca keçirilir bu məclis. Axşamlar qaranlıqda bütün cəmaət yığışır və orada rəqs yarışları keçirilir. Kişi, qadın rəqsləri bərabər olur. Bizdə tək qadın rəqs məclisi və yaxud tək kişi məclisi olmur. Daha demokratikdir bizim o qədim adətlərimiz. Mütləq kişilərlə qadınlar açıqlıqda keçiriblər həmişə. Adətən bizdə toy məclisləri yay aylarında keçirilir ki, yağmur olmayan gündə cəmaət rahatlıqla yığışır, tamaşa eləyir. Bu adət bizdə indiyəcən davam edir. Pərizada mahnısı toy mahnısıdır. Demək olar ki, kənd yerlərində bu mahnı ifa olunur xor tərəfindən. Mütləq bir gözəl səsi olan bir qadın bayatını başlayır musiqi ilə, qalanlar səs-səsə onu təkrar edir, nəqarətini oxuyurlar. İndi heyif ki, gənc nəsil yavaş-yavaş o gözəl adətləri unudur, amma dağ kəndlərində orada adətlərin çoxu qorunub saxlanır. Türkiyədən Mehmet Qızılı görürəm buradan. Mənim üçün çox xoş olar onun sualını eşitmək. Buyurun, mən eşidirəm sizin sualınızı. Merhabalar, hayırlı akşamlar diliyorum size. Akşamınız hayır olsun Mehmet Bey. Çok şadam sizi burada görmeyime. Soğuk Güneş kitabınızı okumuştum. Ama film olarak bambaşka oluyor tabii. Size çok çok teşekkür ederim. Lezgi halkın adet ve ananelerini çok güzel işlemişsiniz. Onun için ayrıca teşekkür ederim. Sağ olun Mehmet Bey. Yeri gəlmişkən bizim izləyicilərimizə məlumat verim ki, mənim həmin kitabım Ləzgiyə adı ilə, Soyuq Günəş əsərim Ləzgiyə adı ilə Türkiyədə çap olunub. Onu da okudum. Aha, siz oxumuşsunuz. Evet. Çox şadam Mehmet Bey. Sara Lezgi Arloza, Hanım abiniz Virdaz. Sara, Allah kime kurar kez Virdaz. Amin, amin ya Allah. Virdaz kime koy. Sara. Kezneye ke agal konar koy. Madne ektiğin masa film anı çukada Allah dikvez müsaade koy. İnşallah bekleriz. Sara, canar Sara. Çına siye film arvili xudur. Maraqlı söhbət üçün Mehmet Bəyə ayrıca təşəkkür edirik. Çox xoş oldu onu dinləmək bizə. Günay xanım, buyurun, sizə eşidək. Gənc senaristlərə tövsiyəniz nə olar? Mən balaca bir tövsiyə eləyəcəyəm ki, zəhmətkeşlik hər yerdə çox vacibdir. Mən uşaq evləri və qocalar evləri haqqında problem yazılar yazmışam uzun illər boyu. Səssiz Haray mənim povestim var. O əsəri yazmaq üçün mən gedib qocalar evində bir həftə yaşamışdım. Onların o keçirdikləri hissləri daha dərindən duymaq üçün o atılmış valideynlərin keçirdiyi hissləri bilmək üçün o insanlarla görüşüb söhbət etmişdim və dəfələrlə mən Respublika mətbuatında sonra həmin qocalarla bağlı problemləri qaldırdım. Problemi tam öyrənməmiş, onun haqqında yazı yazmaq mümkün deyil. Mənim yazılarımla bağlı bəzi dövlət orqanları hətta tədbirlər gördülər. Hətta mənim yadımdadır, qocalar evinin direktorunu işdən çıxartdılar, başqa bir adam qoydular sonra. Orada həm yeyinti halları var idi, həm insafsızlıq halları var idi, vəzifələrindən suyu istifadə etmək halları var idi. Lakin mən oraya gedib gəldikcə bu problemi o qədər dərindən artıq öyrənmişdim. Orada o qədər faciəvi situasiyalarla mən rastlaşmışdım ki, mən onun əsasında əsər yazdım sonra. Və indi də onun arzusundayam ki, onun əsasında
bir film çəkim. Ona görə mən gənc yazarlara dərinlik arzu edərəm. Həm də dilin incəliklərinə bələd olmaq. Dili gözəl bilmədən o dildə gözəl nəsə yazmaq mümkün deyil. Bir də zəhmətkeşlik. Təşəkkür edirəm məsraflı məlumat üçün və gözəl məsləhətiniz üçün bir də. Sədaqət xanım, Nuray xanım bizim chat bölməmizə yazıb ki, Yarmət vəfası adlandırırlar. Bəs Yarğunatda səhv görülürmü? Mən Yarğunatda səhv görürəm. Yarğunatda toy günü Yarmərdin ona gəlməsinə baxmayaraq onunla gəlmədi. Bəs siz bu haqqda nə düşünürsünüz? Toy günü gəlinin yanında bilirsiniz neçə nəfər olur? Onun yengəsindən tutmuş, yengə onun hər addımına cavabdehdir. Qohum əqrəba, onun ətrafında, onu bir addım atmağı qoyarlar, oradaca öldürərlər. Necə o Yarmətlə gedə bilərdi ki? Bu heç bir əxlaq normasına sığmayan bir hərəkət idi. Yarmətin çılğın sevgisi onu ora gətirib, sevdiyi əlindən gedir. O gələ bilər, o çılğınlıq həddində Məcnun kimi. Yarğunat bunu eləyə bilməz. Heç bir səhv addım yoxdur Yarğunatın hərəkətində. Eşən bəl əl qaldırıb istərdim ki, onu dinləyək. İlk öncə təşəkkür edirəm. Filmə görə çox mükəmməl bir film. Yəni demək olar ki, bu yaşıma çatıb belə bir film görməmişəm. Yəni son dövrlərdə 90-cı illərdən bəri. Və sualım belədir ki, 1-ci Qarabağ müharibəsi və 2-ci Qarabağ müharibəsi haqqında belə bir film çəkmək fikriniz varmı? Təşəkkür edirəm gözəl sualınıza görə. Əvvəla minnətdarlıq edirəm sizə filmə olan rəğbətinizə görə. Qarabağ müharibəsi bizim ağrılı yerimizdir. Qarabağ müharibəsi ilə bağlı nəsə film çəkmək bu çox böyük məsuliyyət tələb edir. Ona o qədər gözəl ssenari lazımdır ki, 3 aydır bir balaca film üzərində işləyirik hələlik. Bu deməli müharibənin nakam qoyduğu gəlinlər haqqında bir filmdir. Onun ssenarisi üzərində işləyirdim. Bu cəmi bir 10 dəqiqəlik filmdir. Və variantlar yazdım, bir 20 variantdan artıq. Mən öz hisslərimi, keçirdiyim o müharibə ilə bağlı dərin o sarsıntıları adi sözlərlə ifadə edə bilmədim. Və şeir burada mənə köməyə gəldi. Fikirləşdim ki, mahnısız da olmuş və onu çox təsirli bir mahnı yazmışıq. Yəni mən çox ciddi insanam. Mən o ciddi mövzulara çox ciddi yanaşırdım. Arzu edərdim əlbəttə. Tehran kimi qəhrəmanlardan film çəkmək hər bir ssenari müəllifinin, hər bir prodüserin arzusu ola bilər. O cür qəhrəmanlarımız bizim Qarabağ müharibəsində çox olur. Ümumiyyətlə Qarabağ müharibəsinin qurbanları haqqında film çəkmək bizim borcumuzdur. Sözsüz bu yarımçıq qalmış talelər, bu atasız, anasız qalmış körpələr var. Bilirsiniz, onları ovutmaq üçün, o gəlinlərin ürəklərinə məlhəm olmaq üçün belə filmlərin ehtiyacı var. Amma mən özümdə o gücü, o qüvvəni hiss eləmirəm ki, böyük film çəkə bilərəm. Cavabınıza görə təşəkkür edirəm. Çox gözəl cavab verdiniz, dolğun cavab. İnşallah o da qismət olan, nəsib olar, çəkərsiniz filmi. Bir də ki, sizin hər hansı bir filminizdə rol almaq üçün casting olur, yoxsa necə müraciət etmək olar? Bu Soyuq Günəş filmində peşəkarlar çəkilib, bizim çox adlı sanlı aktyorlarımız çəkilib. Ondan başqa çox gənc aktyorlarımız, biz onlara şans vermişik özlərini göstərməyə. Ondan başqa da demək olar ki, filmin 70% iştirakçıların, onlar həvəskarlardır, kənd cəmaətidir. Biz cəmaətin o istedadlı nümayəndələrini cəlb eləmişik, axtarmışıq bir-bir, evlərə getmişik, castinglər elan etmişik. Amma siz özünüz haqqında məlumat verəndə bu bilirsiniz necə gözəl olur. Sizin də işiniz düzəlir, bizim də işimiz rəvan gedir. Çox sağ olun, təşəkkür edirəm sualıma cavab verdiniz. Sizə uğurlar arzulayıram. Burada Həbibə xanım söz demək istəyirdi. Həbibə xanım, buradasınızsa sualınızı verə bilərsiniz. Axşamınız xeyirli olsun Sədaqət xanım. Sizi görmək çox xoşdur həqiqətən. Mənim sualım belə olacaq. Siz Yarğunat roluna İranə xanımı seçərkən, yəni onda nə gördünüz ki, onun Yarğunat roluna bir layiq gördünüzmü deyim, necə? Yəni onda nə gördünüz? Redaksiyada mən o qədər castinglər keçirmişdim ki, özüm axtarırdım
yarğunat roluna insanları. Azı bir 10 yarğunatla məşqlər eləmişdim hətta. Amma bu yarğunatla heç bir məşq lazım olmadı. Elə ilk baxışdan görən kimi onun baxışları, onun duruşu, onun danışıq qabiliyyəti o dəqiqə tilsimlədi bizi, hamımızı. Və doğrudan da o zəhmətkeşliyi ilə, o rola ciddi yanaşması ilə, o səmimiyyəti ilə hamını ram elədi. Bütün yaradıcı heyəti. Çox təşəkkür edirəm Sədaqət xanım, minnətdaram cavablandırdığınıza görə. Sağ olun. Əli Şamil var burada. İstərdim ki, ona söz verim. Buyurun Əli bəy, söz sizdədir. Əli Şamil tanınmış yazıcı, jurnalist, tədqiqatçı və olduqca saf, təmiz insan. Bizim çoxumuz üçün örnək olub universitet illərində. Əli bəy, mikrofonu açanacan mən ekranda gördüyüm tanış üzləri salamlamaq istəyirəm. Roza Hacımuradova, Simona xanımı, Qusardan bizim gözəl müəlliməmiz, onu salamlamaq istəyirəm. Mən Cavid müəllimi gördüm, Həmid Qurbanovu görürəm. Deyirsən, Roza xanımın sualı var, hə? Mən həmişə deyirəm, Sədaqət xanım, bütün bir cəmiyyətin gördüyü işi gördü sizi. Yəni, tək başına Sədaqət xanım, bu çox böyük işdir. Bütün yəni xalqımız üçün, bütün Azərbaycan xalqı sizinlə bu saat fəxr edir. Hər yerdə kinodan danışırlar. Nəyə görə bu film belə daha çox izləndi və rəğbət qazandı? Çünki burada Qafqaz dəyərlərindən, Qafqaz mənəvi aləmindən, Qafqaz insanlarının adət-ənənələrindən söhbət getdi. Əsasən o insanları cəlb elədi. Hamımızı ümumi bir ruh birləşdirir. Ümumi adət-ənənələr birləşdirir, əxlaq normaları birləşdirir. Məhz buna görə bu film elə bir maraq doğurdu. Sədaqət xanım, sizə belə bir sual vermək istəyirəm. Buyurun. Yenidən Soyuq Günəş filmi çəkilsəydi, daha çox nələrə diqqət yetirərdiniz? Ümumiyyətlə, çəkiliş zamanı nə kimi maneələrlə rastlaşdınız? Çəkiliş vaxtı çətinliklər olub. Kənd yerində bəzən işıq sönürdü, bəzi texnika barədə çətinlik çəkirdik. Mən sizə sadəcə bir məsələni çatdırmaq istəyirəm. Mən təkcə filmin ssenari müəllifi deyildim. Mən həm də bu layihənin rəhbəri olduğuma görə mən həm tərtibatçı idim, mən həm obyekt seçən idim. Mənim işlərim o qədər idi ki, ona görə o çətinliklərlə birbaşa üzləşirdim. Maşınımın bagajı ağzına kimi kostyumlarla dolu idi. Biz kadr çəkirik, yoldan keçən insanları oradaca dayandırırdım, oradaca geyindirirdim. Amma o çətinliklər dəf olunası çətinliklər idi. Mənə elə gəlir ki, bu filmi mən başqa cür çəkməzdim. Yəni biz bütün heyətlə, rejissorla bizi necə planlaşdırmışdıqsa, o cür də çəkdik. Axşamınız xeyir olsun. İlk növbədə təşkilatçılara təşəkkür etmək istəyirəm bu maraqlı görüşə görə. Sədaqət xanım, sizi görməyimə çox şad oldum. Belə ki, filmi 3 dəfə izləmişəm, 2 dəfə internetdən, bir dəfə də yaradıcı heyətin iştirakı ilə Bakı Gənclər Mərkəzi olaraq təşkil etdiyimiz filmin nümayişi zamanı. Etiraf edim ki, hər 3 dəfəsində göz yaşlarımı saxlaya bilmədim və bu filmin təsiri altında çatan kimi bir status paylaşdım ki, gerçək həyat hadisəsindən götürülmüş bu filmdə bir daha qadın mətanətinin, qadın sədaqətinin, qadın iradəsinin şahidi oldum. Başda siz olmaqla rejissoru Elşən Zeynallıya və möhtəşəm yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm. Son dönəmlərin ən maraqlı filmlərindən idi deyə bilərəm. Bu arada danışan Günay Talıbova idi Bakı Gənclər Mərkəzindən. Minnətdaram. Şəhərlərdə özünüzdə oxuyursunuz. Adamlar var, deyirlər, mən 9 dəfə baxmışam, 10 dəfə baxmışam. Bəziləri açıq etiraf edir ki, yanaşı oturub valideynlərlə və yaxud övladlarla bir yerdə hər filmə baxmaq olmur. Açıq-saçıq səhnələr, əxlaqımıza uyğun olmayan söhbətlər gedir. Bu film məhz ailə filminə çevrildi. Buyurun Çinarə xanım, sizi dinləyirik. Sizinlə danışmaq böyük bir şərəfdir mənim üçün həqiqətən də. Həm filminiz olsun, həm kitabınız olsun. Elə bil ki, mənə bir ilham qaynağı olaraq, yəni
verilib də hər dəfə o filmə baxanda, o kitabınızı oxuyanda dərin hisslər keçirdi məndə. Bilmək istərdim siz bunu günahı kimdə görürsünüz ki, bu sevgi belə bitdi? Çox təəssüf ki, bəzən valideynlər özləri də bilmədən öz övladlarını xoşbəxt eləmək istədikləri yerdə edirlər. Onlara elə gəlir ki, onların seçimi daha düzgündür. Övladlarının hisslərini onlar ikinci dərəcəli hesab edirlər və ya heç ona əhəmiyyət vermirlər. Çox təəssüf ki, bu tendensiya bugün də davam edir. Azərbaycan bütün bölgələri üçün bu xarakterlikdir. Valideynlər və əsasən də analar rol oynayır. Bax, bu belə acı nəticələri gətirir. Valideynlər özləri də bilmədən öz övladlarına bax, belə bir talih, belə qismət yazırlar. İkincisi də əlbəttə əsas səbəbkar da müharibə oldu. Müharibə bu cür acılar gətirməsəydi, bəlkə başqa cür ola bilərdi. Dövr də bir başqa dövr edə bilirsiniz. İndi gənclər daha cəsarətlidirlər. İndi valideynlər daha gözü açıqdılar. İndidən müasirlik, indi radio, televiziya, Facebook, bunlar insanlara gözlərini açmağa imkan verir. O vaxt məhdud düşüncə tərzi idi, məhdud qapalı həyat tərzi keçirirdilər insanlar. Ona görə də belə acı nəticələr də olur. Çox sağ olun, sualıma cavablandırdığınız üçün Sədaqət. Siz sağ olun, təşəkkür edirəm. Bildirmək istərdim ki, bizim həm də Instagramdan canlı yayımımız gedir hal-hazırda. Yazıblar ki, bu əsər müasir dövrümüzdə sanki Leyli və Məcnundur. Netflixə qoyulmalı və dünyaya çatdırmağı hak etmiş bir filmdir. Sədaqət xanım, filmin bu qədər tanınıb, sevilməsi sizi qane etdimi? Gözləntiləriniz nə idi bu film haqqında? İnsanlar bu saat biri saf sevgiyə o qədər ehtiyac duyurlar. Bizim ətrafımızda o qədər saxtalıqlar, qaballıqlar var ki, insanlarda o ehtiyac var idi, o təmiz hisslərə. Mən bilirdim bu cür qarşılanacaq. Çünki bunun da deməyə mənim əsasım var idi. Mən bayaq dediyim kimi, bu əsəri etinasız yazmamışam. Mən həmin hissləri özüm keçirmişəm. Mən o acıları yaşamışam və bir gün yaşamamışam. İllər boyu onu beynimdə gəzdirmişəm. O mahnı elə belə yaranmayıb. Mahnı elə 98-ci ildə əsəri qələmə alanda həmin mahnı da yaranmışdı. Suvar ansamblının solisti İlina Heydərova o mahnının o qədər gözəl ifa elədi ki, insanlar artıq Facebookda, təkcə mənim səhifəmdə milyon insan onu izləyib mahnını və hamı bölüşür. Müxtəlif dillərdə oxuyurlar mahnını, müxtəlif insanlar, adlı-sadlı insanlar oxuyurlar. Biz onun notlarını da yerləşdirmişik və mahnı sevildi. Mən təşəkkür edirəm o mahnı haqqında gözəl sözlər paylaşan insanlara və onu kamançada ifa edirlər, pianinoda, skripkada və onlarca müğənni onu ifa edir. Mən hər birinə minnətdarlıq edirəm. Təşəkkür edirəm. İstərdim ki, növbəti sualı Xan Studiyadan eşidək. Bu yaxınlarda çəkdiyimiz İtən Gündəlik filmində rol alan uşaqlardan biridir. 10-cu sinif. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir. Çox istedadlı gəncdir. Salam Vəzir xan. Çox şadam səni burada görməyimə. Mən də çox şadam ki, burada sizi gördüm. Film haqqında narahat olmayın. İnşallah dekabrın 30-u günü biz Allah qoysa YouTube-da yerləşdirəcəyik filmi. Son işlər görülür. Buyur sual. Elə sualım da ondan ibarət. Bilirəm, sən sualı ondan verəcəkdin. Elə sualım da o idi. Afət Aslanova, buradasınızsa söz sizindir. Buyurun Afət xanım. Mən sizi Sədaqət xanım İsmayılı rayonu Sumağallı kəndinə salamlayıram. Sumağallıya salamlar məndən. Soyuq Günəş filminə biz ailəliklə baxmışıq, o göz yaşlarımızı saxlayamışıq. Ailəlikcə baxmağa çox yaxşı filmdir. Çox təşəkkür edirik. Təşəkkür edirəm. Uğurlarınız daimi olsun. Bir sualım var ki sizə, bu Soyuq Günəş filmi real hadisələr əsasında çəkilib. Bəli, bu hadisə baş verib. Mənim öz doğma kəndim, Qusar rayonunun Yarğun kəndində həmin taleyi yaşamış insanlar olub. Və indi onlar həyatda deyirlər. Çox sağ olun. Yenə də belə gözəl filmləri gözləyirik sizdən. Sağ olun, təşəkkür ederim.
Gülüş Pirverdiyeva. Buyurun, söz sizdədir. Sizləri Qusardan salamlayıram. Salam, Soyuq Günəş filminə görə təşəkkürümü bildirirəm Sədaqət xanım sizə. Bir sual vermək istəyərdim ki, sizə. Yarğunatçı siz orada da qeyd elədiniz ki, bayaqları, yəni Osmanla məcbur oldu ki, o evlənsin də, yəni etiraz edə bilmədi. Və sonra necə oldu ki, o qayıdıb gələndən sonra, yəni getdi yarmət olmadan onun evində yaşayırdı da, yəni buna necə atası, anası icazə verdi? Bəli, yarğunat adi obraz deyil. Yarğunat adət-ənənələrə qarşı çıxan çox cəsarətli bir qızdır. Onun cəsarəti təkcə onda deyil. Birinci cəsarət onun öz ərinə ram olmamasıdır. Birinci etirazını qılıncla bildirir. Yəni, əvvəldən xəbər vermişdim sənə ki, mən sənin arvadın olmayacağım. Sən mənə qulaq asmadın. Mən sənə ram olmayacağım və ram da olmur. İkinci onun cəsarəti. Onun ürəyinə damıb ki, yarmət sağdır. Hər gecə yuxusuna girir. O daxili bir səs ona pıçıldayır ki, onun evinə gedən kimi, onun çırağını yandıran kimi yarmət harda olsa qayıdıb gələ biləcək. Ümumiyyətlə, insanı böyük işlərə sövq edən onun inamıdır. Bunda daxili bir inam hissi. Onu məcbur edir oraya getməyə. Və doğrudan da günlərin bir günü o gəlir. Və onun inamı onu yarməti gətirir. Axır ki, görür onu. Çox sağ olun Sədaqət xanım ətraflı məlumat üçün. Bir də sizə bunu bildirmək istəyərdim ki, mənim böyük arzularımdan biri olub, elə bir ki, hansısa bir filmdə iştirak eləmək. Könüllü kimi iştirak eləmək olarmı? Buna görə yəni hara müraciət etmək lazımdır? Gülüş xanım, biz yayda o qədər axtarırdıq könüllüləri. Mən dəfələrlə Facebook səhifəmdə yazırdım ki, bizə filan yaşlarda adamlar lazımdır filmdə çəkilməyə. Mən bu yay bir 200 adamdan casting keçirmişəm. Siz orada hardaydınız? Mənim səhifəmə abunə yazılın. Sizin kimi adamlara ehtiyacımız olur. Bizim elanımız olanda bizlə əlaqə saxlayın. İstərdim ki, sualı burada Quliyeva adlı bir izləyicimiz var, ona yönəldək. Fraqmenti çəkilib ki, insan baxanda hər şeyi başa düşür. Bu yaxın zamanlarda heç bir xatırlamıram ki, film mənə bu qədər cəlb eləsin. Çox təəssüf ki, sadəcə bir bölümdür. Yəni, mən bu filmə baxdım, necə hisslərimi izah edim bilmirəm. Və bu filmi də hər kəsə məsləhət görürəm ətrafımda. Siz sevgini elə bir gözəl nümunə verdiniz ki, bəsitləşdirmədən çox gözəl şəkildə siz filmi tanıtdırdınız. İnşallah sıradakı işlərinizi də gözləyirik. Və qeyd edim ki, necə ki, vaxtı ilə Leyli Məcnun, Arzu ilə Qəmbər, Züleyxa ilə Yusif yadımızda qalıbsa, Yarğunatla da Yarmət hər zaman bizim yaddaşlarımızda qalacaq. Təşəkkür edirəm. Çox səmimi etiraf edir. Gələcək nəslə də hər zaman bunu ötürəcəm. Danışacağım bir film oldu. Mən təşəkkür edirəm və sizin bu sözlərinizi mən bütün yaradıcı heyətimizin adına bir gözəl mükafat kimi qəbul edirəm sizdən. Və belə sözləri biz tez-tez eşidirik və mənə elə gəlir ki, bütün heyətimiz bundan qürur duyur. Təşəkkür edirəm. Bəli, layiqsiniz, siz sağ olun. Bildirmək istərdim ki, chat bölməsində də film haqqında, eyni zamanda Sədaqət xanım sizin haqqında bir sürü xoş sözlər ünvanlanıb. Onların hər birinə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Filmi dəfələrlə izlədiyini bildirənlər də var, sizi sevgi və hörmətlə ananlar da var. Hamısına özlərinin təşəkkürümü bildirirəm. Təşəkkür. Mən də hamıya diqqət göstərib bizim bu onlayn görüşə qoşulanlara, sözlərini yazanlara, hamıya mən də dərin minnətdarlığımı bildirirəm ki, belə vaxt ayırıb bizə qulaq asırlar. Bu doğrudan qürur verici faktdır. Burada Kübra Elşad qızı əl qaldırıb. İstərdim ki, onu dinləyək. Buyurun Kübra xanım, söz sizdədir. İlk öncə axşamınız xeyir Sədaqət xanım. Sualım buydu ki, bayaqlarım bildirdiniz ki, filmin ikinci hissəsinin çəkilməsi Türkiyədə olacaq və bunun üçün maddi vəsaitin az olduğunu bildirdiniz. Və film birinci hissəsi filmin 4 milyondan çox izlənilibdir. Niyə bu qədər izlənmiş bir film üçün yəni yüksək yerlərdən sponsor təklifləri yoxdur sizə? 4 milyon yox, artıq 7 milyon izləyici var. Məni ən çox ağrıdan odur ki, izləyicilərimiz çoxalır,
Amma kanala abunə olanların sayı o qədər azdır. Mən filmi YouTube kanalında yerləşdirəndə 42 min abunəçim var idi. 7 milyon olandan sonra cəmi hələ 80 minə çatmamışıq. 78 min izləyicidir. Biz dönə-dönə xahiş eləsək də hər kəs səhifəmizə girib oradan filmi izləyə bilər. Abunə olmaq o qədər mi çətindir? Filmi araya gətirmək bu böyük vəsait tələb edir. Mən hər şeydən keçib bu filmə vətəndaşlıq hüququ qazandırmaq üçün mən ona vəsait qoydum. Amma insanlar bir dənə ora abunə olmağı qıymırlar. Mənim abunəçilərimin sayı çox olsaydı, bəlkə mən onu sponsor tapılardı. Quranda belə bir ayə var. İnsan qazancının heç olmaz 12%-ni, böyük qazancının 12%-ni xeyirxah işlərə sərf eləməlidir. Xaricdə belə bir qayda var. İnsan qazandıqca sponsorluq işləri həyata keçirdi. Uşaq evlərinə, qocalar evlərinə, yaxud imkansız ailələrə yardım edir və yaxud mədəniyyət proqramlarına pul ayırır. Bizdə də duyğulu, dərin düşüncəli insanlar çoxdur. Bəlkə onlardan kimsə eşidər, sponsor olmaq istəyər filmə. Abunəçilər artsa, problemlərdən biri həll olunar. Mən arzu edərdim ki, insanlar bu problemə biraz başqa müstəvidən yanaşsınlar. Abunəçi kanalı yaşatmağa kömək eləyir. Filmi çəkmək üçün bizə vəsait lazım olacaq, özü kiçik vəsait yox. Biz normal film çəkmək istəyiriksə, mənə elə gəlir ki, normal da vəsait olmalıdır. Elə təşkilatlar var ki, belə layihələri məmnuniyyətlə maliyyələşdirirlər. Onların proqramlarından biri, hətta dövlət strukturları da bu məsələyə münasibət göstərə bilər. Biz ümid edirik. İnşallah reallaşdıra bilərsiniz daha gözəl formada, istədiyinizdən artığını. Təşəkkür edirəm. Könül xanım yazıb ki, Sədaqət xanım çox sağ olun, var olasınız, əməyinizə sağlıq. Siz Ləzgi xalqının, bütün Azərbaycan xalqının fəxrisiz, sizi sevirik. Könül xanımın sözünə həqiqət gətirmək istəyirəm ki, bu həqiqətən belədir. Maşallah olsun ki, suallarımızın ardı arası kəsilmir. Məncə bu çox xoş haldır. İstərdim ki, Nurlan Qarayevə sözü verək. Nurlan bəy, eşidirsinizmi bizi? Bilmək istərdim ki, yəni Sədaqət xanım bunu yazanda müharibə ilə bağlı, yəni həmin həqiqətlərin, azı həqiqətlərlə bağlı, yəni müəyyən ümumi təsəvvürlərdən mi oraya qeyd edib, yoxsa yəni bu əsas tanımından ibarət idi ki, yəni müharibənin təsirinin, yəni ümumi cəhətlərində mi Sədaqət xanım bu filmdə göstərməyə çalışıb? Bilirsiniz, mən müharibədən sonraki illərin uşaqlarından olmuşam. Mənim ailəmdə müharibə iştirakçısı olan atam olub. Bizim ailəmiz Böyük Vətən müharibəsinin dəhşətlərini ən çox hiss etmiş ailələrdən biri olub. Mənim 3 əmim bir həftənin içində müharibəyə yola düşüb. Əmilərimdən biri müharibədə itkin düşüb, bugünəcən tapılmayıb. Atam Berlində 9 mayda o qələbə sevincini yaşamış Böyük Vətən müharibəsi veteranı olub. O müharibədən tərxis olunandan sonra kəndə qaydanda anasının dəfn mərasimi ilə üz-üzə gəlib və o sarsıntını ömrü boyu unutmayıb. Və atam hər dəfə müharibədən danışanda gözləri yaşarardı. Və biz müharibənin dəhşətlərini, Böyük Vətən müharibəsini yaşadıq uşaqlar olaraq. Biz Qarabağ müharibəsini də, onun həyəcanlarını, onun dəhşətlərini taleyimizdə yaşadıq. 30 il keçib və təzədən biz müharibənin ağır acıları ilə üzləşdik. Bəli, bunları taleyində görməyən insan müharibəyə o cür münasibət göstərə bilməz. İnsan hiss etdiklərini dəqiq yaza bilər. Hiss etmədiyi, ona tanış olmayan mövzularda o heç vaxt yaza bilməz. Sən o ağrını canında hiss eləməlisən. O itkiləri sən başa düşməlisən ki, yaza biləsən. İstərdim ki, burada Şamama xanıma söz verək. Şamama xanım, buyurun, söz sizdədir. Salam, axşamınız xeyir olsun. Mənə çox xoş oldu Sədaqət xanımın bu sözlərini dinləmək. Mənim sizə 2 sualım olacaqdı. Birinci sualım ondan ibarət idi ki, Sədaqət xanım, bu qədər insana təsir edən filmi yazarkən siz nə hisslər keçirmişdiniz?
İkinci sualım ondan ibarət olacaqdı ki, siz Yarğunatın yerində olsaydınız, belə bir situasiyada siz nə edərdiniz? Mənim povest və romanlarımın hamısının süjetində dərin psixoloji məqamlar var. Yəni, insan taleyinin ziddiyyətli məqamları, insan mənəviyyatında gedən dəyişikliklər, insanın daxili məninin etirazı və güclü mənim obrazlarım var. Həm qürub əsərimdə, həm hal əsərində, həm səssiz harayda. Hər yazıcı öz əsərlərinə ürəyindən zərrəciklər əlavə edir. O zərrəciklər əlavə olunmasa, əsərlər inandırıcı çıxmaz. Hər yazıcı üçün onun əsərləri dəyərlidir. Yazıcı üçün onun əsərləri övladı kimidir. Mən 30 kitabım çap olunub bu vaxtacan. Onların arasında bəlkə də ən sevimli övladım mənim Soyuq Günəş olub ki, mən 20 il həsrətində olmuşam ki, onun böyük oxucu kütləsi o əsəri tanısın. Yazıcının xoşbəxtliyi ondadır ki, onu oxuyanlar çoxdur. Yazıcının bədbəxtliyi ondadır ki, onu hamı oxumur. Mən çox arzulamışam o əsəri qələmə alanda ki, kaş ki bu əsərdən xəbər tutanlar çox olaydı. Amma hayf ki, bizim imkanlarımız böyük tirajla kitablar çap eləməyə çatmır. Amma filmin imkanları elədir ki, ona birdən-birə milyon insan tamaşa edə bilir. Və mən bu filmi çəkməklə mənim bir məqsədim də var idi. Mən öz əsərlərimə, ssenarilərimə diqqət çəkmək istəyirdim. Mənim yadımdadır ki, mənim qürub əsərim çap olunanda, demək olar bütün qəzet, jurnallarda resenziyalar çap olunmuşdu. Mən bugün o resenziyaları hesabladım. 57 resenziya çap olunmuşdu. Təkcə qürub əsərim haqqında. Və o cümlədən hal əsərim ümumiyyətlə bir hadisə olmuşdu Azərbaycan romanı tarixində. Yüzlərlə oxucu mənə deyir ki, ay sənin hal əsərin əsasında film çəkilsəydi, onun tayı bərabəri olmaz. Məni məcbur elədi həyat, mən prodüser oldum. Mən əslində yazıçıyam, mən yazıram. Film çəkmək rejissorların, prodüserlərin işidir. Mən diqqət çəkmək istəmişəm. Gəlin, baxın, ssenarilər var. Onların əsasında filmlər çəkmək lazımdır. Burada Aysel xanımın sualı var. İstərdim ki, onu dinləyək. Çox sağ olun təlim üçün. Sağ olun. Mənim sualım o idi ki, birinci bölümdə həqiqətən ailecə çox kövrəldik, ağladıq, kədərləndik. Əsas da son səhnədə. İnşallah ikinci bölüm çəkilsə bizim ağlamağımız sevinç gözyaşları ola bilər. Gəlin sirlərimizi hamısını açmayaq. Bugün intisarda saxlayayım mən sizi ki, film necə olacaq. Amma bilirsiniz, göz yaşından qorxmaq lazım deyil. İnsanın ağlamağa hər an ehtiyacı var. İnsanı daxilən saflaşdıran göz yaşlarıdır. İnsan hissləri zərifləşəndə, kövrələndə ağlayır. Əgər biz ağlamağı bacarırıqsa, biz insani hisslərimizi itirməmişik. Biz etinasız deyilik, biganə deyilik. Əgər film ağladırsa, bu filmin müvəffəqiyyətidir. Fürsətdən istifadə edib, filmin bütün yaradıcı heyətinə buradan təşəkkürümü bildirmək istəyirəm. Rejissor Elşən Zeynallı başda olmaqla, İlxan Rüstəmova, bizim quruluşçu operatorumuza, aktyorlarımıza, İranə Kərimova, Mirsəna Kazımlıya, bizim gözəl aktyorlarımız Firəngiz Babayevaya, Füzuli Hüseynova, Qəmər Məmmədovaya, Ədalət Abdülsəmədə, Dilarə Fərəcullayevaya, Niyaz Qasımova, Könül Şahbazovaya, İlhamə Əhmədovaya, Elçin Əfəndiyə, Məlahət Əhmədə, Şəhla Məmmədovaya, Aygün Fətullayevaya, Tuğrə xanım Qasımlıya, Gövhər Şabanovaya, Flora Hüseynovaya, Nəzrin Əskərzadəyə, Aras Pirimova,
Qurban Əhmədova, montaj üzərində çalışmış Nicət bəyə təşəkkür etmək istəyirəm. O cümlədən səs rejissoru Teymur Kərimova. Bu böyük komanda bu əsərin ərsəyə çatmasında böyük zəhmət çəkdi. Mən ekranda Cavid müəllimi görürəm. Deyirsən, Cavid müəllimin sualı var. Çox sağ olun, təşəkkür edirəm. Mən gözləyirdim ki, siz belə ətraflı tam məlumatla tamaşaçıları belə sevindirəcəksiniz. Mən də istərdim ki, birinci filmdə çəkilmişəm kinoya, Osman'ın atası roluna, bilməyənlər üçün deyim bunu. İstərdim ki, ikinci filmdə də rol alalım. Nəzərə alarıq Cavid müəllim, mütləq. İtən gündəlikdə amma sizi çəkmişik, sizin istedadınızı gördük və sizi dəvət etdik. Təşəkkür edirik sizə, minnətdarıq. Görüşümüz artıq sona çatır. Bugün sizlərlə aparıcı mən Ləman idim. Bu mənim ilk görüşüm idi. Həyəcanım oldu, yanlışlarım oldusa üzürlü sayın, amma Sədaqət xanımla keçirmək mənim üçün qürur verici bir an oldu. Qeyd etmək istərdim ki, Soyuq Günəş filminin ssenari müəllifi, bəstəkarı, prodüseri Sədaqət xanım Kərimova idi bugünkü qonağımız. Dəvətimizi qəbul etdiyinizə görə də xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda xüsusi təşəkkürümü AP House-un başda təsisçi rəhbəri Aynur xanım İmanquliyeva olmaqla bütün idarə heyətinə bugünkü görüşü təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda görüşdə iştirak edən iştirakçılarımızı da çox sağ ol bildirmək istəyirəm. AP House komandasına minnətdarlığımı bildirmək istəyirəm. Bir neçə saat bizimlə bu efirdə olub, bizi dinləyən bütün izləyicilərə buradan salamlarımı çatdırıram. Mən bütün insanlara nə arzu edirəm? İlk növbədə məhəbbət. Çünki bu film məhəbbət haqqında idi. Bu film sədaqət haqqında idi. Vəfa, etibar haqqında idi. Məhəbbət insanın daxili ehtiyacıdır. Məhəbbət insanın həyat devizidir. İnsanlar məhəbbət naminə yaşayırlar. Böyük sevgi kiçik sevgilərdən yaranır. Mən arzu edərdim ki, hamının ürəyində məhəbbət toxumları cücərsin. Bizim dünyamızı məhəbbət xilas edə bilər. Bizim dünyamızı xeyirxahlıq, mənəvi saflıq xilas edə bilər. Minnətdaram sizə. Vaxtınızı ayırıb bizim təlimimizə qoşulduğunuza görə qarşınızda baş əyirəm. İnşallah daha neçə görüşlərdə görüşmək ümidi ilə. Çox sağ olun Sədaqət xanım. Çox xoş oldu.